Verilişin sponsorları Natura Siberica, gözəllik təbii olmalıdır. Pasta del Capitana, Avropanın ilk diş macunu. Kalsium D3 Nikomed, osteoporossuz və sınıqlarsız həyat. Vaxtı saxlamaq olmur, amma çox yaşamaq olur. Xoş gördük hamınızı. İlləri və günləri saymaq yerinə xoş anlarınızın sayısını artırmağa çalışın. Xoş gördük. Bugünkü proqramda hemorit və sinusit müalicəsinə kompleks yanaşma, qadınlarda dövrü kalsium çatışmazlığı, çuğundur yeyərkən diqqətli olun. Xalq təbabətində hemorit və frontit. Havalar dəyişəndə, yəni soyuq havalardan indi isti havalara keçirik və müəyyən xəstəliklər riski artır. Bunların birisi də qripdir. Düzdür, qrip öz-özlüyündə haqqında çox danışılacaq bir xəstəlikdir, amma qripin yanında onunla birlikdə görünən və ya bəzən qripdən də müstəqil şəkildə görünən, amma çox yayğın olan sinüzit deyilən bir xəstəlik var ki, yəqin ki, bu bir çox insanı maraqlandırır. Düzdür, sinüziti bizdə Azərbaycanda daha çox hemorit adı ilə tanıyırlar. Ancaq yenə də ümumiyyətlə bu məsələdən, yəni burun boşluğu ətrafındakı sümük içərisindəki boşluqların iltihablı xəstəliklərindən, yəni sinüzitdən və hemoritdən danışacağıq bugün. Hemoriti tanıyırlar, hemoriti zəng vuraraq xahiş edirlər ki, biz bunu mütləq Çox Yaşa proqramında da müzakirə edək. Hər halda nə dərəcədə fəsadlıdır, nə üçün o xroniki ola bilir, bütün bunlar barədə biz istərdik ki, qonağımızla bərabər danışaq. Təbabət bölümünün qonağını dəvət etmək vaxtıdır. Hafiz Mehdiyev, otorinolaringoloq bugün bizimlə bərabərdir. Hafiz Mehdiyev, mütəxəssis otorinolaringoloq. 1997-2004-cü illərdə Türkiyənin 9 Eylül Universitetində tibb təhsili alıb. 2004-2009-da Ankara Universitetinin İbn Sina xəstəxanasında qulaq, burun, boğaz və baş boyun cərrahiyyəsi kafedrasında ixtisas artırıb və otorinolaringoloq çalışıb. 2009-cu ildən Mərkəzi Gömrük Hospitalının otorinolaringoloqudur. Hoş gəlmişsiniz. Hoş gəldiniz, Hafiz Hafiz. Hoş gəlmişsiniz. Buyurun. Bu hemorit, həqiqətən hemorit mi, sinüzit mi? Hemorit sinuslardan bir dənəsinin adıdır. Əslində burun ətrafı sümüklərinin içərisində 4 boşluq var. 4 boşluğa bölünmüş nahiyədir. Alın boşluğu, frontal nahiyə, frontit deyirlər. Onu da yəqin eşitmiş olarsınız. Frontit. Bəli, eşitmiş olarsınız. Burun ətrafı göz arası nahiyədə etmoid və sfenoid dediyimiz, xəlbirə bənzər və əsas cib dediyimiz Azərbaycanca istifadə edilən və hemorit dediyimiz üst çənədə yerləşən boşluğun adı hemoritdir. Bəli. Yəni belə baxsaq, əslində belə şeydə göstərsək, bir dənəsidir. Belə kəllə üzərində göstərsək, məsələn, bax belə, demək bu biz insan üzü burun ətrafında, bax bu bizim almacıq sümüyüdür və burnun içərisində, bax bunu belə göstərdiyimiz zaman təbii ki, öndən üstdə sümük təbəqəsi olduğu üçün birbaşa görülmür. Yan tərəfdə kəsik halda içəridəki gördüyümüz boşluq hansı ki, altda dişlərlə, üstdə də göz çuxuru ilə sərhədlənibdir öndə sümük. Bu heymor boşluğun özüdür. Bundan başqa, təbii ki, bunun arxasında burada görsənməyən xəlbirə bənzər sümüklər, arkada əsas cib var. Burada görsəndiyimiz əsas cib var. Burnun ən arxasında. Ən arxasında ki, hansı ki, üstündə beynin artıq yerləşdiyi, göz sinirlərinin oradan birləşərək keçdiyi əsas cib var və bir də bunlardan əlavə olaraqdan alın cibi dediyimiz frontal sinus dediyimiz burada çox az bir qismi göstərib, hansı ki, burunun düz bitdiyi yerin üstündəki alın sümüyünün həmən arxasında boşluqlardır. Bu boşluqlar təbii ki, sadəcə kəllə skeletin ağırlığını azaltmır, başqa funksiyalar da var təbii olaraq. Çünki burun içində selikli qişə dediyimiz təbəqələr var. Bu təbəqələr havanın isinməsini, nəmlənməsini, filtrasiya edilməsini təmin edir. Eyni zamanda ki, akustika üçün də. Bəli, rezonansda çox bizə kömək olur, doğru dediniz. Bu rezonans sayəsində insanların səslə məxsusluğu sadəcə səs telindən deyil, eyni zamanda burnuna olur. Çünki biz telefonla xüsus danışdığımızda qarşı tərəfdən nəsə olubdur, xəstələnibsən deyəsən deyə reaksiyaları ancaq burun tıxanıqlığı olanda çox rahat xəstələr və ya yaxınlarımız təyin edə bilir. Selikli qişanın transportu əsas burada təbii ki, əhəmiyyətlidir. Çünki sinus dediyimiz boşluqlar, sinus onsuz da boşluq deməkdir, kanallarla burun içərisinə açılır. Hər bir sinusun özünün kanalı var və bu dar kanallar da təbii ki, selikli qişa ilə örtülü olduğu üçün durmadan oradan transport olur. Selikli qişa. Yəni oradan selik keçir. Selik keçir, bəli, selik keçir. Niyə? Çünki biz burnumuzla tənəffüs edədiyimiz zaman hava isinir, nəmlənir, eyni zamanda filtrasiya olunur deyirik. Yəni bu burun içərisində əslində müəyyən yığıntıların olduğu anlamına gəlir, amma biz heç birimiz burnumuzu xüsusi bir təmizləmək üçün qayğı sərf eləmirik. Bəs o necə təmizlənir? Bu transport sayəsində. Elmi işlərdə daha çox istifadə olunan
burun transportunu ölçmək üçün burnun uc qisminə şəkər və ya dadlandırıcı maddə qoyulur. Bir neçə dəqiqə sonra o dadlandırıcı maddənin hissi ağızda hiss olunur. Yəni arxaya doğru bir transport var. Bu transportu pozan hər hansı bir problem sinüzit dediyimiz hadisəni əmələ gətirir. Xüsusilə kanalların tıxandığı vəziyyətləri hansı səbəblərdən olur? Əksərən sıx gördüyümüz, bəyək Vasif doktorun da çox doğru vurğuladığı qribal infeksiyalardan sonra olur. Ən sıx görülən odur, virus infeksiyaları. Və burada əsas problemimiz də ondan ibarətdir ki, bu bəzən sinüzitlə qarışdırılır. Bunu daha sonra yəqin toxunacaq. Yəni adi zökəm sinüzitlə qarışdırıla bilər. Çox qarışdırılır və əslində müalicələr bambaşqadır, çox fərqlidir, yaxınlaşmalar da çox bir-birindən ayrıdır. Eyni zamanda sadəcə yəni virusa bağlı qriplərdən sonra deyil, eyni zamanda ayrıca burun çəpəri əyriliyi, alerjik problemlər, burun polipi dediyimiz nazal polip xalq arasında da artıq bilinir bu burun polipləri. Uşaqlarda sıx-sıx qarşılaşdığımız burun əti və ya artıq ət deyirlər. Uşaqda keçməyən, təkrarlayan kəskin sinüzit atakaları olur. Bunlar hamısı ətraflı müayinələrində əslində səbəbi bəlli olur. Artıq ət dediyimiz və yad cisimlər. Uşaqda sağalmayan tək tərəfli sinüzit var. Durmadan burun axır, yad cisimdir. Bunlar hamısı silyer transportu pozduğu üçün bu cür problemlər əmələ gətirə bilir. Bir də bir məqam var, yəni diş həkiminə gedəndə də diqqətli olmaq lazımdır. Onu deyəcəkdim. Bəli, diş həkimindən sonra xəstədə anidən başlayan kəskin sinüzit, çox yaxşı toxundunuz. Artıq texnologiya inkişaf elədi, biz bunu daha asan ayırt edirik. Diş kökləri, xüsusilə üst çənəmizdəki, arxa dişlərdəki dişlərin kökü Haymer boşluğundan əlaqəlidir və ora kanal müalicəsi əsnasında bəzən kanal açılıb, içəri dolğu maddəsi qaça bilər. Sinusun içərisinə diş çəkimi sonrası bəzən diş kökü qırılıb Haymer boşluğunun içinə girə bilir və yad cisim olduğu üçün bədən onu atmağa çalışır. Yalnız o qədər böyük cismi kanallardan ata bilmədiyi üçün tıxanır və tıxaca bağlı kəskin sinüzit əmələ gəlir. Eyni şəkildə yad cisim, təbii burada yada gəlmir, amma əskəri döyüş zamanı və yaxud da tətbiqat vaxtları, inşaat qəzalarında və s. yad cisim oraya qırılıb girə bilir. Dəmir parçası. Bəli, çox rastlaşdırıq və ya qəzadan sonra xəstənin öz toxuması, deyək ki, sümük qırılıb içəri düşdüyü zaman o sümük bəslənmədiyi üçün artıq bədən onu yad bir cisim olaraq qəbul edir və bu sinüzit səbəbləridir. Bunun üçün də təbii ki, müayinə metodlarımızla bunları təyin edirik. Hansının necə baş verdiyini, necə başladığını müayinə edərək başa düşürük. Sinüzitlə zökəmin şikayətlərində fərq varmı? Var, həm çox oxşar, həm fərqlidirlər. Bunu belə ayırt eləmək olur. Bunun üçün mütəxəssisə müraciət etmək lazımdır. Yəni xəstə özü qərar verməyə çalışdığı zaman əksərən qarışdırır və ya artıq ya da ki, əksik müalicə eləyir. Bəli, çox doğru. Elə bir müalicə metodu olur. Qripal dediyimiz infeksiyada daha çox burun axıntısı şəffaf, yapışqan ola bilir, axıcamayan, çox tıxamayan, rəngi şəffaf olur, yəni sarı-yaşıl deyil. Sinüzitdə sarı-yaşıl, bəzən qanlı axıntı olur. Eyni zamanda qripdə asxırıq daha ön plandadır. Xəstə asxırır, arxa bir iki dəfə asxırır. Onun üçün bəzən də allergiya ilə qarışdırırlar. Eyni zamanda xəstənin gözlərində qaşıntı, sulanma olur qrip olduğu zaman. Bu sinüzit deyil. Yəni, hər dəfə belə bir şey olan kimi təcil olaraq antibiotik başlamağa ehtiyac yoxdur. Bunu da təbii ki, həkim baxdığı zaman daha dəqiq qərar verir. Çünki biz müayinə metodlarımızda xəstənin burnunu dəyərləndirdiyimizdə sinus boşluqlarının kanalları var dedik bəyək, biz orayı dəyərləndirə bilirik artıq. Çünki əlimizdəki endoskopik müayinələrlə oradan gələn axıntının rənginə, xarakterinə görə bu sinüzitmi, qripmi deyə qərar verdikdən sonra, əgər sinüzit təbii ki, medikal, ciddi antibiotik müalicəsi deyilsə, sadəcə kömək müalicəsi. Xalq arasında belə bir zarafat deyirlər. Qripin müalicəsi dərman istifadə eləsəz 1 həftə, etməsəz 7 gündür. Amma neysə ki, eyni müddətdir, çox fərq eləmir. Amma sinüzitdə elə deyil. Sinüzitdə elə deyil təbii ki. Sinüzitdə müalicə olmasa iş çox ciddiləşə bilir. Və əslində bu məqamda evdə müalicə bir qədər təhlükəli ola bilər. Əlbəttə. Mütləq şəkildə mütəxəssis məsləhəti ilə hərəkət etməkdə fayda var, hər iki halda. Çünki bəzən xəstə yüngül bir halı biraz asxırmaq və burun axıntısı çox olduğu üçün qorxaraqdan antibiotik başlaya bilsə ki, bu çox məsləhət görür. Mütləq həkim ümumiyyətlə bütün xəstəliklərdə həkim məsləhəti ilə hərəkət etmək daha məqsədə uyğundur və hədəfə daha doğru əmin addımlarla getməyə kömək eləyir. Ümumiyyətlə, mən belə başa düşdüyüm qədərindən, həm də ki, yəni, mən özüm də sinüzitdən əziyyət çəkmişəm uzun illər və sonra onun kökünü praktik olaraq bir dəfəlik başqa şəkildə kəsdim, onun haqqında bir ara danışarıq. Çox vaxt insanlar ondakı sinüzitin necə gedəcəyi haqqında özlərinə heç vaxt qərar verə bilmirlər. Məsələn, bəlkə bunun elə bir burun əyriliyi meydana gəlib ki, bu deyə bilər ki, nə olar ki, mən heç burnuma zərbə də almamışam, mənə nə olmuş ola bilər ki, elə bir burun çəpəri əyriliyi meydana gəlmiş ola bilər ki, o sinüzit heç kesməyəcək və bu səfər meningitə qədər gəlib çıxa bilər mi? Bəli, çox. Fəsadları var, fəsadları. Yəni, hansı keçər, hansı keçməz onu xəstə müəyyənləşdirə bilmir. Müəyyənləşdirə bilmir və əslində öncədən də təxmin etmək çətin olduğu üçün biz gördüyümüz bütün sinüzit xəstələri müalicəyə tabe tuturuq. Yəni, gözləməklə İngilizcə wait and see, gözlə və gör belə bir taktika var. O siyasət yox, onu eləmir. Sinüzitdə mütləq aktiv müalicə olmalıdır. Qəti addımlarla müalicə edilməlidir. Çünki
orqan olaraq hər nə qədər beynin arasında sümük bir təbəqə olsa belə çox yaxındır və fəsadları, beyin absesi, meningit və s. kimi ciddi fəsadlar da ola bilir. Eyni zamanda gözə çox yaxındır. Göz ətrafı ödəm, göz içi abses, görmə pozuntuları və gözün şəkil dəyişməyi kimi ciddi fəsadlar verir. Eyni zamanda üzdə şişkinlik, xarici görünüşdə ciddi problemlər əmələ gətirir. Onun üçün mütləq fəsadları başlamasına izin vermədən, çünki fəsad başladıqdan sonra kontrol daha çətinləşir. Hətta hər şeydən əvvəl də sinuzitin ağrısı o qədər narahat edici və insanı bir dəqiqə rahat buraxmayan bir ağrıdır ki, mən inanmıram ki, kimsə sinuzitlə evdə 1-2-3 gün gözləyə bilsin. Əksərən ağrı kəsici dərmanlarla hadisə sanki keçər deyə gözlənilir. Ən böyük xəta orada başlayır. Keçmir, amma bəzən həkimə gəldiyində artıq gecikilmiş olur. Xəstədə artıq şuurunda bulanıqlıq, xəstə müəyyən şeylər xatırlaya bilmir və s. Bu çox nadir görülən, amma görüldüyü zaman da bizi və xəstəni ciddi şəkildə narahat edən problemdir. Bunun müayinəsi üçün nə lazımdır? Yəni indi müayinə üçün uzima olunur, rentgen mi olunur, yoxsa bir şey salıb çıxartmaq mı lazımdır oraya? Çətindir, yoxsa asandır? Əlavə hansısa analizlərə ehtiyacı varmı? Bəli. Xəstə müayinəyə gəldiyi zaman bu şikayətlərə mütləq şəkildə təbii ki, anamnez dediyimiz xəstə haqqında məlumat yox. Xəstəlik haqqında məlumat. Hansı hadisədən sonra başlayıb, deyək ki, xəstə diş həkimə getdikdən sonra başlayıbsa, təbii ki, işin seyri fərqlidir. Xəstə tipik olaraq ən çox xəstə mən qrip oldum, burnum axdı və s. ondan sonra da bu cür vəziyyət əmələ gəldi deyirsə, biz müayinəyə normalda hamının bildiyi işıq və spekulum dediyimiz buruna baxmaq üçün alətlər var ki, hansı gibi çox əvvəllər istifadə olunurdu. Artıq onlar yavaş-yavaş yerini endoskopik müayinəyə buraxır. Çünki yaxın literaturalara baxdığımız zaman məqalələrə, orada 100 dənə normal müayinə ilə baxılıb və normal olduğuna qərar verilmiş xəstəni təkrar alırlar və endoskopik müayinə edirlər. Və onların 40-ında problem olduğu aşkar olunur. Yəni bu əvvəl dediyimiz o başa belə lafın bazına çox tipik belə başında bir güzgü olur, ortasında deşik olur. Belə eləyib oradan işıqla oraya içəri baxırlar. Yəni onunla 100 xəstədən 40-ını gözdən qaçırırlar. Bəli, gözdən qaçırılıbdır. Burun içi patologiyaların, problemlərin gözdən qaçdığı üçün artıq endoskop bir çox klinikada artıq var və bir çox həkimimiz artıq bunu istifadə etməyi bilir və özünü yetişdirmək üçün müəyyən kurslara da gedir. Bununla müayinə edirik. Burada şübhəli olduğumuz zaman, deyək ki, bu sinusların ağzına baxdıq və orada iltihabi dediyimiz yaşıl axıntı gördüyümüz zaman, bəli, bu artıq kəskin sinüzitdir. Qərarını veririk. Və eyni zamanda bu müayinə bizə əl verir ki, xəstəliyin hansı səbəblə başladığını təyin edək. Uşaqdırsa biz adenoid dediyimiz burun ətliyidir, onu görürük. Varsa, təbii ki, xəstəliyin müalicəsi daha fərqlidir. Burun çəpəri əyilliyi varsa, daha fərqlidir. Burun polipləri, burunda yad cisim, uşaq gəlib, ailə bilmir. Burun axır, amma biz buruna baxdığımızda orada muncuq, oyuncaq parçası, kağız parçası. Diqqətsizlik nəticəsində, yəni ola bilsin ki, ehtiyatsızlıq, böyüklər izləməyiblər, görməyiblər. Ola bilər, uşaqlarda bir balaca belə bir şey meyillik olur, çox başa düşmək olmur. Bəzən yediyi şeyi uşaq, adı uşaqdır onun üçün, ona çox uşaq deyirik, elə olur. Onun sadəcə olaraq bizim tez təyin eləməyimiz. Çünki onlar orada qaldığı müddətcə həm şişir, həm deformasiya olur və bəzən əslində buradan da belə bir mesaj verə bilsək yaxşı olar. Bəzi yad cisimlər təhlükəli və çox acildir. Məsələn, xəstə bizə zəng çalır, mən filan yerdəyəm və bizə gəlməz müddəti ortalama 2 saatdır. Biz o xəstəyə bizə gəlməyin deyirik. Ən yaxın tibb mərtəbəsinə yaxınlaşın. Məsələn? Daş, saat daşı, kiçik saat daşları. Bunlar qaldığı yerdə içərisindəki turşuları ifraz edərək yandırır toxumaları və uzun müddətdə xəstə daşı çıxarılsa belə orada deşik əmələ gəlir burun içərisində. Saat daşı dərkən, yəni bizim batareyalar. Bateriya dediyimiz, bəli, xırda batareyalar. Onu buruna soxulduğu zaman çox təhlükəli ki, daha təhlükəlisi xəstə onu bəzən udur, orada qalmır. Və yemək borusunda digər yad cisimlər təbii ki, çox narahat etməz. Yemək borusunda daş qaldığı müddətcə oranı deşib, hətta perforasiya dediyimiz yemək borusunda və mədədə deşik əmələ gətirə bilər. Çox təcili müdaxilə olunması gerəkən haldır və ümumiyyətlə yad cisimlər burunda qaldığı zaman 1-2 gün keçsin, baxarıq, keçməz həkimə gedərək deyə bir siyasət yox. Olmaz, mümkün deyil. Çünki xəstə yatdığı zaman, ələlxüsus oyaqkən daha rahatdır, amma yatdığı zaman bilmədən onu aspirasiya dediyimiz nəfəs borusuna keçsə, o xəstəyə müdaxilə üçün çox gecikmiş ola bilər. Onun üçün mütləq şəkildə burunda yad cisim təcili haldır. Yəni bu da sinuzitin yaxşı belə diaqnozunu qoymaq belə baxdım ki, asandır. Belə tomoqrafiya kimi belə də nisbətən bahalı sayıla biləcək. Düzdür, edilməsi çox rahatdır, amma nisbətən bahalı sayıla biləcək müayinələrə də çox ehtiyac duyulmur çox vaxt. Nə vaxt belə işi çətinləşdirir? Bir də çox vaxt deyirlər ki, məndə xronik sinuzit var. Xronik sinuzitdənmi belə müayinələrin sayını artırırsınız? Nə vaxt belə daha irəli müayinələrə getməyə ehtiyac qalır? Kəskin sinüzitlə xronik sinüziti bizim ayırmamızın səbəbi müalicə taktiqalarının fərqli olmasıdır. Yəni bizim xəstəyə yaxınlaşma şəklimiz fərqlidir. Kəskin sinüzit 4 həftə içərisində olan, xəstəlik başladı və 4 həftə içərisində olan sinüzitlər kəskin sinüzit deyirik. Amma bunun müddəti uzadı. Xəstə müalicə aldı və ya almadı. 12 həftədən sonra hələ də xəstədə sinüzit şikayətlər davam edirsə, bu xroniki sinüzitdən artıq söhbət gedir. Bunlarda yaxınlaşma metodları və tomoqrafiya dediniz bayaq. Tomoqrafiyanı biz
kəskin sinüzitdə demək olar ki, istifadə eləmirik, bililənin əksinə. Çünki kəskin sinüzitdə rentgen görüntülərinə, tomoqrafiyaya çox nadirən ehtiyac olur. Çünki biz müayinə ilə artıq oradan iltihabın gəldiyini görürük, səbəbi təyin edir və müalicə başlayırıq. Yalnız xüsusi hallarda xəstə gəldi, göz ətrafında ciddi şişlik var. Xəstənin göz kürəsinin yeri dəyişib. Xəstədə çaşlıq əmələ gəlib, görməsi pozulub. Bu cür vəziyyətlərdə mütləq şəkildə tomoqrafiya istəyirik. Bir də bayaq bəhs etdiyimiz diş həkimi müalicəsindən sonra implant ola bilər, diş çəkimi ola bilər, dişə dolğu maddəsi qoyula bilər. Xəstə birdən-birə başlayan qanlı axıntı, yaşıl sarı axıntı olduğu zaman, bəli, onda klinik şübhəmiz varsa sadəcə olaraq tomoqrafiyadan istifadə edirik. Çünki bəzən bunların heç biri olmasa belə, xəstə diş çəkdirdikdən sonra belə diş kökündən Haymer boşluğuna olan bir aralıq qalır ki, xəstə bəzən buruna hətta yemək artıqlarının gəldiyini belə deyir. Orada bizim klinik şübhəmiz varsa mütləq tomoqrafiya çəkib diaqnozu dəqiqləşdiririk. Biz müalicədən heç nə demədik. Mən istərdim ki, bu məqama da toxunaq və o konservativ üsul insanları qorxudan, belə deyək, əslində heç də müəyyən dərəcədə xoş təəssürat verməyən, yəni deşilmədən gedirsə söhbət. Cərrahi metoddan. Bəli. Nə dərəcədə indi hal-hazırda ona ehtiyac var? Bəli. Belə deyək, kəskin sinüzitlərin ümumiyyətlə əksər müalicəti 90%-lərə yaxın və çox üzgüldürücü dərman müalicələri bəs edir. Artıq yeni antibiyotiklərin inkişafı, burun içi boşluğun genişlətməsinə kömək edən xüsusi dərman spreylər və digər preparatlar. İfrazatın çıxmasına. İfrazat çıxmasına. Çünki məqsəd bayaq bəhs etdik, sinusların kanalları var və kanallar tıxandığı üçün xəstə sinüzit əmələ gəldiyi üçün biz hadisəni geri çevirməliyik. Yəni kanal tıxanıqlığı olduğu üçün kanallaşmalıyıq. Burun içində ifrazat varsa onu yumalıyıq. Yəni bunun üçün xüsusi məhlullar var burunu yumaq üçün. Burun kanalları tıxandığı zaman buradakı ödəmi açacaq dərmanlar, spreylər var və içəridəki irin iltihab olduğu təbii ki, onun üçün antibiotik istifadə etməliyik. Bunlar hamısı medikal. Xəstənin içməli, buruna istifadə edəcəyi spreylər şəklindədir və çox üzgüldürücüdür. Ümumiyyətlə, nəticələrimiz çox üzgüldürücüdür. Punksiya dediyiniz bayaq onu nəzərdə tutursunuz, punksiya deşmək lazımdırmı? Əvvəllər çox istifadə olunub, bəli. Onun üçün artıq hər kəsdə belə bir qorxu var. Yəni, mən gedəcəm və burun boşluğuna deşib boşaldacaqlar. Əksinə, şəkillər üzərində göstərsək daha rahat olar. Burada baxın, maksilər sinüs yazılan üst çənə ciblərindəki sinusların açıqlığı yuxarıdandır əslində. Qab düşünün, o qab durur və qabın üst kanalı yuxarıdadır, tərsinə. Sanki yer çəkimi əslində aşağı olduğu üçün aşağıda gözləyir, amma bütün transport sistemi ilə o yuxarıdan boşalır. Punksiya edildiyi zaman isə biz köhnə metodlarda buradan deşilərəkdən, burun içindən deşilərəkdən içəridəki iltihab boşaldılırdı. Yalnız belə bir uzun müddətli təqiblərdə belə bir müşahidə əmələ gəldi. Deşilən yer o əsnada boşaldılır və xəstə rahatlayır, düzdür. Amma sonraki təqiblərdə baxılır ki, sinus yenə üstdən təbii deşikdən boşalır. Yəni o deşik başqa heç bir işə yaramır. Hətta deşik sayısı tək deyil, 2-3 dənə olsa belə sinus öz təbii deşiyindən boşalır. Çünki onun içəridəki... Bəli. Çünki transport sistemi o yöndədir. Yəni orada o kirpikçiklər var ki, o həmişə eyni yerə aparır. Bəli, həmişə eyni yerə aparır. Onun üçün artıq modern tipdə istifadə olunan cərrahi metodlar ki, kəskin sinüzitdə çox az istifadə edirik, biz mütləq şəkildə xəstənin əməliyyat əsnasında təbii kanalını tapır, oranı genişləndiririk. Çünki xəstəlik ora genişləndiyi zaman ancaq tam həll yolunu tapmış olur. Digər şəkildə mümkün deyil. Sadəcə olaraq keçici rahatlama olur və xəstə təkrar kəskin sinüzit keçirə bilir. Burada daha rahat görsənir, baxın, ekranda görürsünüz. Bu sağlam, digəri xəstə tablosu şematik olaraq göstərilibdir. Görürsünüz, Haymer boşluğu dediyimiz boşluğun kanalı buradan gəlib burun açılır. Yəni, əslində tərs kimi görsənir, yığılır və yuxarıdan axır, amma çox rahat bir transportu var. Normal xəstələri müayinə elədiyimizdə görürük, buradan seliyin axışı bəzən belə görsənir. Punksiya edildiyi zaman isə buradan punksiya olunduğu üçün, yəni xüsusi iynələr vasitəsilə girilir, həm nisbətən xəstəni ağrıdır, nisbətən qorxuzur və bir balaca invaziv girişim olduğu üçün xəstələr çox... Psixoloji stres keçirlər, həm də ondan öncəsi. Ehtiyac yoxdur onun üçün. Yəni bizim bu nahiyəni aşmamız və əgər dərmanlarla bu keçmirsə, çünki verdiyimiz dərmanlar bu kanalı açır, əgər keçmirsə biz əməliyyat vasitəsilə bu kanalı böyüdürük və artıq elə qalır. Xəstədə bunu təzədən təkrarlama ehtimalı demək olar ki, olmur. Digər sinuslar üçün eyni şey keçərlidir. Ən çox bu görürsəndiyi üçün bundan bəhs etdik. Digər sinusların da mütləq şəkildə təbii çıxarıları tapılır və ora genişləndirir. Digər tərəfdən deşilməsi, boşaldılması heç vaxt istənilən nəticəni... Yəni, hər sinusa fes əməliyyatı eləmək mümkündür. Bəli, əlbəttə, mümkündür. Hətta artıq bu iş çox inkişaf elədi. Sadəcə fes deyil, yəni burun ətrafı nahiyələrə, gözün içindən əmələ gələn abses və digər problemlər də artıq burun içindən həll olunur. Yəni, çöldən çox eşitmiş olarsınız, bəlkə mövzuna çox əlaqəli deyil, amma göz yaşı kanalı tıxanlıqları çox yaxın zamana qədər, keçmişə qədər çöldən kəsilərək həll olunurdu, artıq deyil. İçərdən göz yaşı kanalı da açıla bilir və bərabər həll olunur. Eyni zamanda, çox özür istəyirəm, bayaq dediyiniz o punksiyanın problemindən birisi odur ki, o göz yaşı kanalına çox yaxın gedir. Zədələyə bilərik deyən, artıq onun
istifadə olunmasının bir səbəbi də odur. Yəni punksiya əsnasında göz yaşı kanalına da zərər verilə bilər deyən əsas təbii cibrin kanalına yaxınlaşmaq daha faydalı və məsləhətlidir. Biz biraz əvvəl həkimə müraciət etmənin zərurətindən danışdıq, ümumiyyətlə vacibliyindən danışdıq, amma bəzən belə hallarda müşahidə olunur və təcrübədə var ki, isti ilə müalicə bu çox təhlükəli ola bilər, deyilmi? İsti ilə müalicə belə deyək. İsti ümumiyyətlə xalq təbiətində də var. Alternativ tip deyirlər. Məsələn, temperatur olan xəstənin üstünü örtürlər yorğanla. Xəstənin temperaturu amma daha çox yorğan örtülür. Bəli. Və o müəyyən, təbii ki, xəstədə müəyyən fayda sağlayır. Və tərsinə, xəstə donubdur, qarda donubdur, xəstəni isitmirlər, qarla ovuşdururlar yenidən. Yəni, soyuğu soyuqla, istini isti ilə belə bir müdaxilə metodu var. Yalnız burun içərisində sadəcə olaraq belə bir şey deyə bilərik. İnfeksiya sonrası iltihab olduğu zaman istilik oradakı damarları genişləndirir, qan dövranı artır. Bu o deməkdir ki, ora gələn kömək miqdarı artır. Daha çox qan dövranı, daha çox xəstədə rahatlama olur. Sadəcə sinüslarda deyil, qulaq ağrısında da, üz ağrısında da, hətta insanda refleks olaraq bir yeri ağrıdığı zaman tez əlini oraya qoyur. Qarnı ağrıdığı zaman əlini qarnına qoyur. Çünki o nisbətən isilərək, bəli, istilik məsələn, əl yandığı zaman insan ağız isti olsa belə əlini tez ağzına aparmağa çalışır. Bu refleksli və həqiqətən effekti olan refleksdir. Yəni, istiliyin faktoru var. Ancaq bunun müalicə metodu olaraq, yəni sinüzit oldum və mən istiliklə bunu həll edəcəm, elə bir şey yox təbii ki. Sinüzit varsa bu bakteriyel infeksiya deməkdir və mütləq şəkildə antibiotik müalicəsi olunmalıdır. Amma digər qribal vəziyyətlərdə təbii ki, isti tutmaq, dincəlmək, bol maye qəbul etmək, bunlar köməkçi vasitələr olaraq ancaq qəbul edilə bilər. Amma müalicə metodu olaraq istiliklə müalicə deyə bir şey yoxdur, elə bir müalicə metodumuz yoxdur. Biz sizə təşəkkür edirik, Hafiz doktor. Minnətdarıq verdiyiniz məlumatlardan. Mən təşəkkür edirəm ki, dəvət elədiniz verilişə, sizə uğurlar arzulayıram. Çox sağ olun. Xatırlatmaq istəyirik ki, təbabət bölümünün qonağı otorinolaringoloq Hafiz Mehdiyev idi. Sibirdən olan yabanı otların kosmetikası Natura Sibirika məhsulları haqqında danışmaq istəyirəm. Əslində bu nişanın çeşidləri həqiqətən çoxdur. Mən heç bilmirəm hansını sizə tövsiyə edim, amma özəlliklə xanımlar üz dərisinə qulluqda siz axtarışdasınızsa, burada kifayət qədər çox geniş çeşidlər var ki, hər bir problemdə məhz yabanı otların potensialından istifadə olunaraq sizə yardım göstərilir. Yəni, burada anti-age seriyasını xüsusi vurğulamaq istəyərdim və təbii ki, həssas dəri üçün özəlliklə müəyyən yaşda xüsusi qulluğa ehtiyacı varsa nəzərdə tutulan kremləri tövsiyə etmək olar, maskalar var, cavanlaşdırıcı, eyni zamanda təmizləyici, bax burada gigiyena üçün nəzərdə tutulan və yenə də məhz təbii bitkilərdən hazırlanmış vasitələr var. Ümumiyyətlə, Natura Sibirika çeşidləri arasında özəl yer tutan məhsullardan biri də onların şampun seriyalarıdır. Yəni, burada müxtəlif şampunlar və balzamlar təqdim olunur. Həm müəyyən bitkilərin əsasında hazırlanmış, eyni zamanda vitaminlərdən, yəni canlı Sibirdə bitən vitaminlərdən hazırlanmış xüsusi şampunları da vurğulamaq olardı və bu şampunların ən böyük üstünlüyü, ən böyük özəlliyi tərkibində çox zərərli maddələrin olmamasıdır. Hər halda bu vasitələri siz Azərin Hədiyyələr dükanında əldə edə bilərsiniz. Xüsusi köşələrə yaxınlaşaraq Azərin Hədiyyələr dükanında yəni həm resepti babuşki Agafi, həm Natura Sibirika məhsulları ilə tanış olub onlardan yararlana bilərsiniz. Mən sizə sadəcə qısa bir zamanda istədiyiniz effekti görməyə arzulayıram və əminəm ki, buna nail ola biləcəksiniz. Pasta del Capitano İtaliyanın ən məşhur, ən nüfuzlu brendlərindən biridir. Hər halda İtaliyada olmuşsunuzsa, yəqin ki, bunu siz də təsdiqləyə bilərsiniz və yaxud da İtalyanlar həqiqətən bu brendlə fəxr edirlər. Çünki onun başında, yəni söhbət məhz pastanın yaradıcısından gedir ki, kökü 17-ci əsrə dayanan çox məşhur əczaçı ailəsindən olan Clemente Ciccarelli durur və bugünə qədər onun davamçıları var və bu ailənin ümumiyyətlə töhfəsini hal-hazırda göz qabağında görə bilirsiniz. Özəllikləri nədir? Yəni, mən qeyd etmək istəyirəm ki, bu çox vacibdir. Pasta del Capitano bir tək İtaliyada istehsal olunur və bütün istehsal proseduru, keyfiyyətinə nəzarət məhz Avropa qanunları ilə əczaçılıq tələblərinə uyğun olaraq aparılır. Bu 100% İtaliya brendidir. Pasta del Capitano brendinə daxil olan məhsullar
müstəsna xüsusiyyətləri ilə fərqlənirlər. Pasta del Capitano brendinə diş pastaları və fırçaları, eliksirlər, ağız boşluğuna qulluq üçün lazım olan digər vasitələr də daxildir. Həmçinin saqqızlar, onların da özəlliyi var. Hər halda bu özəlliyini istərdim ki, siz özünüz tanıyasınız əldə edib dadmaqla. Karamel və pastilkaları da burada vurğulamaq istəyərdim. Yəni bu məhsullar arasında diqqətimi çəkən, özəlliklə tez-tez səfərə gedən bizim tamaşaçılarımıza, yəni xüsusi yol üçün nəzərdə tutulan pasta və diş fırçası kompleks şəklində təqdim olunur və ağız boşluğuna qulluq üçün vasitələrdən danışmaq istəyirəm ki, onların da faydasını siz qısa bir zamanda görə bilərsiniz. Müalicəvi vasitələrdən gedir söhbət. Pasta del Capitano'dan ağız yaxalamaq üçün qarqaralar, belə demək olarsa, oks aktiv ağardıcı və həssas dişlər üçün qarqara, bax bu ağardıcı sistemin tərkib hissəsi ola biləcək, yəni daha bir vasitədir ki, qarqaradır ki, yəni bunun da müəyyən ağardıcı effekti var. Bu formula məhz zərif ağartma üçün işlənib, hazırlanıb və buna görə də həssas dişlər və damaqlar üçün çox idealdır. Tərkibi nədən ibarətdir? Plaston bu ağardıcı maddə diş minasını zədələmədən dişlərin təbii ağlığını qoruyur və bərpa edir. Betain damaqların qıcıqlanmasının qarşısını alır və sakitləşdirir. Kalium limon duzu isə dişlərin həssaslığını azaldır. Ftor diş minasını bərkidir. Məhsulun müalicəvi effekti klinik tədqiqatlarla sübut olunmuşdur. Bunu da təsdiqləyə bilərik. Özündə spirt saxlanmayan zərif məhlul bütün ailə üçün uyğundur. Bəli, qarqara tez-tez istifadə üçün münasibdir və hətta ağız boşluğunda mikrozədələmə və ya sıyrıntı zamanı istifadə oluna bilər. Yəni xoşagəlməz yanğı hissi və iltihab yaratmır və digər müalicəvi effekti həyata keçirən bu qarqaralar sistemi ilə siz özünüz də tanış ola bilərsiniz, hörmətli tamaşaçılar. Pasta del Capitano brendinə aid məhsullardan gedir söhbət. Bir daha xatırladıram ki, bu təmiz İtaliya brendidir və yalnız İtaliyada istehsal olunur. Qadınlarda dövrü kalsium çatışmazlığı. Çuğundur yeyərkən diqqətli olun. Xalq təbabətində Haymorit və Frontit. Reklamlardan sonra Çox Yaşa proqramında.